şəkər dərmanlarını pulla satan qurumun vəzifəli şəxslərinə cinayət işi açılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi birgə məlumat yayıb. Baş prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilib. Qeyd edilən mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsait almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə və 312.1.1-ci, yəni vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərmə maddələri ilə cinayət işi başlanılıb.